Diz ağrıları, dizin arxasında şişkinlik, dizdə artroz, yəni duzlaşma kimi problemlərdən əziyyət çəkən insanlar bu əzələni gücləndirməlidirlər. Bu əzələ budun 4 başlı əzələsidir və 4 başlı əzələ güclü olan insanlarda diz problemləri çox az rast gəlinir. Diz ağrılarından azad olmaq üçün budun 4 başlı əzələsini gücləndirən bir idman hərəkətidir və bu idman hərəkəti sizi dizlərdə olan mesk yırtığı, bağ zədələnməsi və ümumiyyətlə dizdə olan hər hansı bir ağrılardan azad etməyə kömək edən bir hərəkətdir. Bu hərəkət ən az həftədə 3 dəfə olmalıdır və mütləq başlayarkən aşağı çəkidən başlayın, çəkiləri yavaş-yavaş qaldırın və beləliklə siz diz ətrafı əzələlərinizi gücləndirəcəksiniz və dizinizi müxtəlif zədələrdən və ağrılardan azad edəcəksiniz.